Fatihə surəsində yalvarırsan Allaha, İyyaka na'budu və İyyaka nəstəin. Sənə ibadət edirik, səndən kömək istəyirik. Nə istəyirsən, ay bəndəm? Nə deyil, nə istəyirsən məndən? İstəyirəm ki, ihdinə sıratal müstəqim, bizi düzgün yola yönəldəsən. Aha, kifayətdir, yox. O düzgün yol nədir? Sənə özünə didizdirir. Sıratallezine en'amte aleyhim. O kəslərin yoluna ki, onlara nə eləmisən? Nemət vermisən. Demək, Fatihə surəsi var ha, gəlir nəticədə kimi insanları göstərir. O kəslər ki, onlara nə eləmisən? Nemət vermisən. İnsan faktorunu gətirir, çıxartır ortalığa. Ziyarətdə gedirsən, altında nə var bu ziyarətin? İnsan faktoru var. Həccə ziyarətə gedirsən, orada bu ayinlər var, icra eləyirsən, ha? Təvaf eləyirsən, səy eləyirsən. Bunun altında nə var? İnsan faktoru var. İbrahim əleyhissalamla İsmail əleyhissalamın arasında olan məsələlərdir. Allah Teala bu insanları, yəni Allah dostlarını, yaxşı insanları çıxartır üzə, ziyarət vasitəsilə filanla sənə göstərir, sənlə tanış eləyir ki, sən onu ilə ünsiyyətdə olasan. Ünsiyyətdə yəni nə barədə? Yəni deyirəm, tarixini öyrənəsən, bunlarla tanış olasan, insan tanış olduğu şeyin yavaş-yavaş ətrini götürür.